ChatGPT-yə etibar edib biznes qurmaq həmişə də uğurla nəticələnməyə bilər. Yəni ona görə burada ehtiyatlı olmaq lazımdır. Həmçinin də bazar tədqiqatlarında, bazar araşdırmalarında. Mən əgər bir biznes açıramsa, biznes plan qururamsa, bu araşdırmanın nəticələri orada öz əksini tapmalıdır. Əks halda mənim biznes planım mənim xəyallarımdan ibarət olacaq. Verilişimizin formatı gənclərə, yeni sahibkarlara bir kömək dəstək olmaqdır. Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Biz İlkin müəllimlə, İlkin Qarayevlə bizneslə bağlı mövzularımızı davam etdiririk. Bir fasiləmiz oldu və o fasilədən sonra ikinci mövsüm demək olar ki, ikinci mövsümə başlayırıq. Niyyətimiz həmişə kimi, olduğu kimi yerində qalır. Kiçik orta biznes sahiblərinə tövsiyələr vermək, onlara öz təcrübələrimizi onlarla bölüşmək və şirkətlərdə olan idarəçilərə, menecerlərə də bir yol xəritəsi, bir strategiya qurulması üçün ipucuları verək, düşünmək üçün mövzular verək, yeni bazarda olan trendlər haqqında məlumat verək ki, onlar da öz bizneslərində, öz işlərində asanlıqla bunları tətbiq edə bilsinlər. İlkin müəllimi siz tanıyırsınız. İlkin müəllim bir neçə şirkət sahibidir, eyni zamanda biznes konsultantı. Böyük, iri şirkətlərdə çox geniş və dəyərli fəaliyyəti olub. Hal-hazırda da bizneslərə konsalting xidmətləri göstərir. Konsalting şirkətinin sahibi də eyni zamanda. Və İlkin müəllimlə görüşlərimiz həmişə kimi maraqlı olur. Düşünürəm ki, bu görüşdə, bu bizim çəkilişimiz də olduqca maraqlı olacaq. Buna əsas bizim mövzumuz əsas verir bu haqda fikirləşmək, belə düşünmək. Mövzumuz xalq dilində desək bazar araşdırmasıdır. Sahibkarlar daha çox bazar araşdırması bilirlər, amma eyni zamanda biz bu günləri bazar araşdırmasına yanaşı marketinq araşdırmasında danışarıq. Elmi dildə bunlar tədqiqatlardır. Bunlar daha dərin analiz, təhlillər üçün aparılan işlərdir ki, hansı ki bunların əsasında əldə etdiyimiz məlumatlar biznesimizin yaxşılaşdırılması və yaxud növbəti addımların daha keyfiyyətli olması üçün bir bazis, bir əsas yaradır. Sahibkarlar haqqında, onların ilk addımları haqqında biz əvvəlki verilişlərdə çox danışmışıq İlkin müəllimlə. Və bəzən də doğrudan da kiçik orta biznes və yaxud sadəcə olaraq yeni başlayan sahibkar bu anlayışlara elə də çox diqqət ayırmır. İlk bizneslər adətən spontan şəkildə qəfildən deməli yaranan fəaliyyətlər olur. Ona görə ki, bir istək, bir enerji, bir təkan var və dərhal biz onu hərəkətə keçirib onu icra etməyə çalışırıq. Amma onu da deyim ki, bu yanaşmalar əlbəttə ki, ötən dövrlərdə, iqtisadiyyatın ötən dövrlərində və səviyyəsində bəzən də bağışlanan olurdu İlkin müəllim. Amma rəqabət artdığı bir dövrdə, iqtisadiyyatın daha rəqabətli olduğu zamanda düşünürəm ki, hətta spontan bizneslər də, kiçik orta bizneslər də özləri də bu anlayışlardan, bu anlayışın gətirdiyi yanaşmaları çox geniş istifadə etməlidirlər. Məhz bu gün də biz İlkin müəllimlə bu yanaşmaları, bu anlayışları deməli açıqlayacağıq, onları təhlil edəcəyik, onların yolların, metodları haqqında danışacağıq. Elə ilk sualım da İlkin müəllimə olacaq ki, bu iki anlayışın arasında fərq nədir? Bazar araşdırması tədqiqatı nədir? Marketinq tədqiqatı nədir? Və bunların arasındakı əsas fərqlər nədən ibarətdir? Çox sağ olun. Emin müəllim, mən də sizi salamlayıram, izləyiciləri salamlayıram. Bir müəyyən fasilədən sonra bu mövzularda sizinlə diskussiyalarımızı davam etdirmək xoşdur. Ümid edirəm ki, bizim bu çəkilişlərimiz, bu mövzuları deməli əhatə eləməyimiz hansısa kiçik, orta, yeni başlayan sahibkarlara müəyyən faydalar verəcək. Doğrudan da mövzu çox vacib mövzudur. Yəni mənim birbaşa ixtisaslaşdığım və uzun illər məşğul olduğum sahədir.
Ona görə də böyük məmnuniyyətlə öz fikirlərimi, öz qənaətlərimi sizlə bölüşəcəm. Tamamilə doğru sualdır. Yəni bazar araşdırmaları, yəni siz dediniz ki, bunlara tədqiqatlar da deyilir elmi dildə. Amma biz öz aramızda araşdırma deyirik. Bazar araşdırması və marketinq araşdırması. Yəni ilk baxışdan görünə bilər ki, marketinq sözünün tərkibində market var, o da bazar deməkdir. Yəni bunlar eyni bir şeydir də, bazar araşdırması, marketinq araşdırması. Amma reallıqda biznesdə biz bunları fərqləndirməliyik. O mənada fərqləndirməliyik ki, marketinq araşdırması, tədqiqatı əslində daha geniş bir məfhumdur, daha geniş anlamdır və bazar tədqiqatı isə, bazar araşdırması isə bu marketinq araşdırmasının içində olan, yer alan ayrıca bir sahədir. Yəni bunlar ikisi də bir-biri ilə bağlı sahələrdir, dediyim kimi və bunların təbii ki, bir-biri ilə oxşar cəhətləri də çoxdur, bir-biri ilə bağlılıqları çoxdur. Amma fərqləndirmək də mümkündür ki, yəni ki, hansı bunlarda, hansı anlarda, hansı sahədə və necə tətbiq olunur. Elə mövzumuzda da bu suallar ətrafında diskussiya edə bilərik. Əla. Elə biz bazar araşdırmasının təyinatı haqqında danışsaq, elə marketinqin təyinatını müqayisə etsək, o fərqləri görə bilərik. Bu təyinatı və yaxudsa hansı biznesin hansı mərhələsində biz bazar araşdırması etməliyik, hansı mərhələsində marketinq araşdırması etməliyik? Və bunların hədəfləri nədir? Bazar araşdırması şirkət üçün nəyə xidmət edir? Marketinq araşdırmasının aparılması nəyə xidmət edir? Bu xidmət etmələr, bunların təyinatını bilsək, bizim izləyicilər məhz bunların oxşar, siz dediyiniz kimi və fərqli cəhətlərini rahat görə bilərlər. Mümkünsə bu barədə danışaq. Əlbəttə, deməli, nə vaxt tətbiq edilir? Əslində, marketinq araşdırması, belə deyək də, ümumiyyətlə, marketinq strategiyasının bir tərkib hissəsi olmalıdır. Marketinq strategiyası isə biznesin inkişafının tərkib hissəsidir. Yəni, əgər bir biznesin özünün bir strategiyası yoxdursa və onun da təbiidir ki, ona ayrıca marketinq strategiyası hazırlamaq çox çətindir. Çünki bunlar ayrı-ayrılıqda müstəqil bir məfhumlar deyillər. Yəni, bazar araşdırmasını və yaxud marketinq araşdırmasını hansı sahədə və necə aparılacağını marketinq mütəxəssisləri öz başına təyin eləmir. Onlara bu təyinatı, bu göstərişi, bu tapşırığı strateji qrup, belə deyək, və yaxud da strateji inkişafla məşğul olan mütəxəssislər verir, top menecerlər verir. Yəni, bəzən görürsünüz ki, şirkətdə marketoloq cəlb olunur, marketinq şöbəsi yaradılır və onlara deyirlər ki, sizin marketinq büdcəniz nə olacaq? Onlar heç bir strategiyaya əsaslanmadan, özlüyündə hansı işlərin görülməsini vacib hesab edirlər. Onun əsasında bir marketinq planı hazırlayırlar və marketinq büdcəsi hazırlayırlar. Amma bu şirkətin özünün strategiyası ilə bağlı deyilsə, o resurslar boşuna xərclənmiş olur və yaxud da çox az effekt verir. O nöqteyi nəzərdən marketinq tədqiqatlarının, əgər biz tərif kimi desək, marketinq tədqiqatları biznes üçün vacib olan məlumatların mütəmadi şəkildə toplanması, qeydiyyatı, işlənməsi və təhlilindən ibarət bir prosesdir. Bu marketinq tədqiqatının. Asar söz mütəmadidir, mənə belə gəlir. Bəli, tamamilə doğrudur. Mütəmadidir, çünki bəzən o marketinqdən danışanda deyirlər, yəni marketinqin böyük bir hissəsi statistikadan ibarətdir. Yəni məlumat bazalarından ibarətdir. Əgər bu mütəmadi deyilsə, biz nəyi nə ilə müqayisə edəcəyik? O zaman əlimizdə kifayət qədər məlumat bazası olmur. Ona görə bu mütəmadi şəkildə olmalıdır. Bazar tədqiqatı isə təbii olaraq, yəni bir növ belə deyək, şirkətin daxilində deyil, şirkətin xarici mühitinin, yəni işlədiyi bazarın
deməli tədqiqatı öyrənilməsi. Yəni burada əsas etibarilə bazardakı müştərilərin davranışı, rəqabət mühiti, bazarın genişlənən və yaxud kiçilən bazar olmasının öyrənilməsi və s. ilə bağlı olan bir tədqiqatdır. Hansı mərhələlərdə aparılır? Bayaq da qeyd elədiyimiz kimi marketinq tədqiqatı, ümumiyyətlə marketinq fəaliyyəti biznesin rəqabət mühitində çalışırsa, mütəmadi surətdə aparılmalıdır. Yox, əgər biz o Forddan misal çəkmişdik, yoxsa yox, bilmirəm. O Ford 20-ci əsrin əvvəllərində bir T modeli istehsal edirdi və bu maşını ancaq qara rəngdə istehsal edirdilər və bir jurnalist, bunları hamı bilirdi və bu bir jurnalist Fordun sahibinə Ford'a sual verir ki, sizin T modeli avtomobilləriniz hansı rəngdə istehsal olunur? O da cavab vermişdi ki, bizim T modeli qaranın bütün rənglərində istehsal olunur. Yəni sual yaranır ki, bəs niyə onlar başqa rənglərdə istehsal eləmirdilər? Yəni bu qırmızı, ağ, göy və digər rənglərdə. Cavab ondan ibarət idi ki, onlar 3 ay, 4 ay bundan sonra istehsal eləyəcəkləri avtomobillərin artıq sahiblərindən pul almışdılar. Yəni onların heç ehtiyacı yox idi ki, o haqda düşünsünlər ki, bəlkə qırmızı rəng daha yaxşı satılar və yaxud da ağ rəng daha yaxşı satılar. O zaman marketinqə resurs və pul baxımından o qədər də böyük vəsait xərcləməyə ehtiyac yoxdur. Amma siz rəqabət mühitində çalışırsınızsa, sizin bazarınız kiçilməkdə davam edirsə, satışlarınız azalırsa, istədiyiniz satış səviyyəsinə çata bilmirsinizsə, o deməkdir ki, sizin marketinqlə məşğul olmaq ehtiyacınız var. Yəni bu indikatordur. Və belə deyək, bazar tədqiqatlarına isə gəlincə, bu bir növ biznesə başlamamışdan əvvəl, yeni məhsul yaradarkən, yeni bazarlara çıxarkən mütləq bazar tədqiqatı aparılmalıdır. Daha belə deyək, əyani olaraq izləyicilərimiz üçün də belə deyək, başa düşülən olsun deyə belə də ifadə eləmək olar ki, misal üçün mən bir ev tikmək istəyirəm. Ev tikməmişdən əvvəl torpaq sahəsi seçirəm. Bazar araşdırması həmin o torpaq sahəsinin geodeziyası və topoqrafiyasıdır ki, mən başa düşüm ki, burada torpaq gildir, yoxsa qayadır, yoxsa bataqlıqdır, hündürlükdədir, dərinlikdədir və s. Ondan sonra artıq marketinq Yəni tədqiqatları gəlir birinci ki, sual odur ki, burada ev tikmək olar, yoxsa yox? yoxsa yox, tamamilə doğru. Olsun. Yəni bazar tədqiqatı, bazar araşdırması bir növ onu bizə cavabını verir ki, Səs biz bu elə bazara... bir uzağa getdi biraz. Ola. Aha, ola bilər. Bəlkə Belə məndə normal eşidilir. Normal eşidilir. bir yeri kəsilir. Problem yoxdur. İndi danışın zəhmət olmasa. Aha. Yaxşıdır, yaxşıdırsa. Demək, Kəsər bir yeri. Hə. bir növ biz hər hansı bir bazara girməmişdən əvvəl bu bazarın tədqiqatını aparmalıyıq ki, bu bazarda kimlər var, bu bazar böyüyən bazardır, kiçilən bazardır, burada nə çatışmazlıqlar var, hansı məhsullar var, rəqiblərin təhlilini aparmaq. Yəni bu biznesə başlamamışdan əvvəl biz bunu eləməliyik ki, ümumiyyətlə bir strateji qərar verək ki, biz bu bazara giririk, girmirik. Amma marketinq tədqiqatları artıq bizim belə deyək, hansı məhsullarımız daha yaxşı bu bazarda işləyər, hansı kanallar vasitəsilə onu satsaq düz olar, qiymət strategiyamızı necə qurmalıyıq, müştərilərlə hansı kanallar vasitəsilə ünsiyyət qurmalıyıq və s. Yəni bunlar artıq marketinq tədqiqatının mövzularıdır. Yəni bazar tədqiqatı bayaq da qeyd elədiyimiz kimi yeri seçməkdir. Marketinq artıq fəaliyyəti, marketinq tədqiqatları isə bunun üstündə biz necə ev tikəcəyik, neçə mərtəbə olacaq, neçə otaqlı olacaq və s. ilə məşğul olmaqdır. Əgər yerini düz seçməsək,
biz təbii ki, sonradan böyük problemlər yaşaya bilərik. Yaxşı müqayisədir. Yəni biz o torpaq və ev məsələsi nümunəsində, yəni ümumiyyətlə burada ev tikmək olar, olmaz. Yəni bunun bazarı var yoxsa yoxdur. Sonra isə marketinq hansı evi tikməli? Dizayn baxımından üzü qibləyə olacaq, yoxsa şüşəli olacaq, yoxsa damı 3 mərtəbəli olacaq. Artıq elə bil ki, o dizayn zövq məsələləri ortaya çıxır. Ümumiyyətlə rezümə etsək belə alınır ki, bazar araşdırması daha geniş deməli məsələləri əhatə edir. Bu biznesin başlanğıcında daha çox olur. Bəli, Marketinq dardır və biznesin bütün dövründə olmalıdır. Ələxüsus ki, əgər biz siz dediyiniz kimi davamlı məhsulumuzu, xidmətlərimizi yaxşılaşdırmaq istəyirik. E, Eyni zamanda bazar araşdırması strateji qərarların verilməsi üçündür, amma marketinq isə daha çox taktiki və praktiki addımlar üçündür. Növbəti tamamilə doğrudur. necə Tamamilə atmalı? doğrudur. Ona görə Bəli, də burada belə bir məsələ ortaya çıxır ki, istənilən bir biznesi açmaq üçün ilk növbədə bazar araşdırması aparmaq lazımdır. tamamilə doğrudur. Bəli, Yəni biz bu istiqamətdə, bu sahədə, bu segmentdə, bu nişada biznes açırıq yoxsa yox, onun sualı bazar araşdırmasındadır. Əgər bazar bəli, varsa, birinci mərhələni biz keçiriksə, ondan sonra artıq başlayır taktiki, praktiki addımlar başlayır ki, biz o bazarı olan o məhsulu necə satacağıq? Biznes modeldən söhbət gedir. bəli, Amma nə edəcəyik, bəli. yoxsa bizim restoranda gəlib yeyəcəklər? Tamamilə doğrudur. Tamam. Biz hansı menyulardan istifadə etməliyik? Bizim qiymət siyasətimiz, bunlar hamımızı marketinq araşdırmasına belə çıxır aid olan məsələlərdir. Tamamilə doğrudur. Çünki bazar araşdırması dediyimiz kimi marketinq araşdırmasının tərkib hissəsidir. Amma bu o demək deyil ki, biz yalnız bunu biznesi açanda istifadə edirik. Yəni təbii olaraq ki, bizim bazar dinamik dəyişə bilər, bazarda oyunçuların sayı dəyişə bilər, bazarda müştərilərin davranışları dəyişə bilər, təlatümlər ola bilər bazarda. Bu ehtiyac yarandıqca təbiidir ki, bazar tədqiqatlarına biz müraciət edirik. Amma yenə də bir məsələni vacib olaraq qeyd eləmək istəyirəm ki, bunlar özü özlüyündə tam müstəqil biznesdən ayrı olan bir məfhumlar deyil. Bunlar biznesin strategiyasına xidmət edən və Hədəflərdə biznesin xidmət etməlidir. strategiyası ilə uzlaşan məfhumlardır. Yəni bəzən şirkətlərdə biz görürük ki, tutalım marketinq şöbəsində 10 mütəxəssis çalışır. Satış şöbəsində 3 mütəxəssis çalışır. Yəni mən o təhlillər aparanda o saat birinci növbədən bunun səbəbini öyrənməyə çalışıram. Yəni belə deyək, marketinq satışın xidmətçisidir. Bəli. Əgər satış yoxdursa, marketinqə xərclənən pullar havaya sovrulan pullardır. Deməli, biz nə isə düz eləmirik. Ona görə satışda fokuslanmalıyıq. Marketinq isə həm bazar tədqiqatları, həm marketinq tədqiqatları ümumiyyətlə marketinq fəaliyyətində satışa dəstək olan fəaliyyətlərdir. Ona görə satışda fokuslanmalıyıq. Və eyni zamanda da dediyim kimi bazar tədqiqatlarına mütəmadi müraciət edirik, hətta biznes qurulandan sonra. Çünki rəqib meydana gəlir, bazarda dediyim kimi dəyişikliklər baş verir. Marketinq tədqiqatları isə lap əvvəldə tərifdə qeyd elədiyimiz kimi mütəmadi olaraq məlumatların toplanması və işlənməsi təhlili ilə deməli davam edən bir prosesdir. Ona görə də marketinq tədqiqatı daha geniş anlamdır. Bazar tədqiqatı. Çünki bazar tədqiqatı yalnız şirkətin xarici mühitini öyrənir. Marketinq tədqiqatları isə həm xarici, həm daxili mühitini öyrənir. Bəli, tamamilə Yəni məlumatları. bəli. Deməli, biz söhbətimizin əvvəlində qeyd etdik ki, bu anlayışlar bəzən də birmənalı şəkildə qəbul olunmur və yaxudsa bunları biz kiçik orta biznesdə elə geniş istifadə edildiyini müşahidə etmirik. Məlumatsızlıqla yanaşı eyni zamanda tətbiqi ilə də problem var. Əgər bizim məlumatımız yoxdursa, deməli tətbiqində də müəyyən qüsurlar və nöqsanlar ola bilər. Bəli. Kiçik orta biznes özü müstəqil şəkildə bu tədqiqatları apara bilərmi?
Ya da ki kiçik biznes ümumiyyətlə bunu aparmamalıdır. Hı O hı. sadəcə olaraq bazarda fəaliyyət böyüyəndən sonra bunu aparmalıdır. Və yaxudsa ümumiyyətlə belə xidmətləri kənar təşkilatlara, şirkətlərə, şəxslərə həvalə etmək, peşəkarlara həvalə etmək nə dərəcədə bizi irəli apara bilər? Nə Hı qədər biz hı. səhvlərdən bizi sığortalaya bilər? Hı O hı. barədə istəyirəm danışarıq. Sonra isə bu metodlardan danışarıq ki, kim özü aparmaq istəyirsə, siz o metodlardan da tövsiyə edərsiniz. Ümumiyyətlə bu şirkət nə dərəcədə özü bunu aparmalı və hansı mütəxəssislər lazımdır bu işləri aparmaq üçün? Yəni Hı şirkətin hı. daxilində bu işlər təşkil olunması. Çox sağ olun. Ümmü müəllim, çox geniş bir sualdır əslində. Yəni e, belə deyək, ilk növbədə ondan başlayaq ki, kiçik sahibkarlar bunu aparmalıdırlarmı yoxsa yox? Hı hı. E, Birinci növbədə mən hesab edirəm ki, əlbəttə ki, bunun həcmindən, biznesin həcmindən, investisiyanın həcmindən, işləmək istədiyi bazardan asılı olaraq bu ölçülər dəyişə bilər. Amma bir mənalı surətdə biz bazar araşdırmasını aparmalıyıq. Nəyə görə? Ona görə ki, biz öz ideyamızı, biznes ideyamızı əks təqdirdə necə qiymətləndirə bilərik ki? Bu bazara biz hansı bazara giririk? Biz İdeyamızı, kimlər? hipotezimizi necə dəyərləndirə bilərik? Onun ən doğru meyar müştəridir də, elə bazardır elə. Bəli, tamamilə doğrudur. Yəni biz onu başa düşməliyik ki, biz kimlərlə rəqabətə giririk və niyə görə hesab edirik ki, biz rəqiblərdən daha yaxşı biznes quracağıq və onların müştərilərini özümüzə cəlb edə biləcəyik. Bəli. Əgər bu tam yeni bir bazardırsa, ümumiyyətlə Azərbaycanda misal üçün deyək, bu sahə yoxdur. Mən baxmışam ki, bu İtaliyada var və yaxud Amerikada var, Azərbaycanda yoxdur. Mən bunu tətbiq eləsəm birinci olacam. Hətta onda da belə müəyyən araşdırmalar aparmaq lazımdır ki, niyə indiyə qədər Azərbaycanda yoxdur? Və yaxud da Azərbaycanla uyğun şəraiti olan, eyni səviyyədə olan ölkələrdə bu varmı yoxsa yoxdur? Misal üçün Rusiyada, Ukraynada, Gürcüstanda var yoxsa yoxdur? Yəni biz bu istər-istəməz bu araşdırmanı aparırıq. O ki qaldı bunun həcminə, ölçüsünə və sizin sualınıza ki, bunu biz özümüz apara bilərikmi? Bəli, bəzi tədqiqatları artıq biz belə deyək, özümüzdə apara bilərik. Xüsusilə də indiki zamanda süni intellektin və məlumatların deməli inkişaf etdiyi bir dövrdə müəyyən tədqiqatları özümüz üçün apara bilərik. Amma burada çox belə deyək, ehtiyatlı olmaq lazımdır. Çünki misal üçün deyək də ChatGPT-yə etibar edib biznes qurmaq o həmişə də uğurla nəticələnməyə bilər. Yəni ona görə burada ehtiyatlı olmaq lazımdır. Həmçinin də bazar tədqiqatlarında, bazar araşdırmalarında. Və məsəl üçün bir kiçik sahibkar müraciət eləmişdi ki, mən bir dükan açmaq istəyirəm. Bilmək istəyirəm ki, mənim tutalım ki, aylıq dövriyyəm təqribən nə qədər ola bilər? Nə qədər ola bilər? Mən dedim ki, bəli, siz bunu eləyə bilərsiniz və yaxud da biz də sizin üçün eləyə bilərik. Dedi, necə? Metodologiyadan danışanda dedim, misal üçün, sənin əsas rəqibin hansı dükanı hesab edirsən? Sən kimləri özün üçün rəqib hesab edirsən ki, bunlar mənə rəqib ola bilərlər. Yəni, ola bilər ki, qiymət segmentinə görə, assortimentə görə, məhsul çeşidinə görə və s. O dedi ki, hə, bax, məsəl üçün 4-5 dənə elə müştəri var, daha doğrusu rəqib var ki, mən onların deməli hesab edirəm ki, bax, mən də o cürünə bir biznes, belə bir dükan açmaq istəyirəm. Geyim, paltarlar falan dükanı. Dedim, sən çox sadə müşahidə aparmaqla bu haqda müəyyən məlumat əldə edə bilərsən. Necə? Mən deməli, kənardan müşahidə edirəm, neçə müştəri girir o dükana və o müştərilərin neçəsi alışla çıxır və həmin dükandakı o belə deyək, gizli müştəri araşdırması yolu ilə, mystery shopping deyirlər ona. Bəli, araşdırması yolu ilə sən onun orta çekini öyrənə bilərsən təqribən. Sonra həmin alış edən müştərilərin sayını aylıq satışlara vura bilərsən və təqribən çıxacaq ki, sən ayda 10.000 və yaxud 50.000 dövriyyə edəcəksən.
Yəni bu deyir axı mən bütün günü orada durmaqla deyirəm əzizim, onda əgər özün eləyə bilmirsənsə, bunu eləyən şirkətlər var. Yəni bizim də şirkət bunu icra eləyir, Mystery Shoppinglər, müşahidələr və s. Yəni biz ən azından o trafiki öyrənməklə müəyyən məlumat əldə edə bilərsən. Artıq onda sən başa düşürsən ki, okey, mən hansı dövriyyədən gözləməliyəm, hansı dövrəyə çıxmalıyam və artıq işləyən bir dükan necə işləyir? Yəni burada da artıq o detallar var ki, bir həftənin 2 günü iş günü olmalıdır, həftənin şənbə bazarı düşməlidir, bayramı da nəzərə almalısan və s. Yəni bu artıq metodoloji incəliklərdir. Amma ən azından o kiçik sahibkar üçün də, dükan açmaq istəyən sahibkar üçün də müəyyən bazar araşdırmasına ehtiyacı var. Bəli, faktiki olaraq bizim bir mövzumuz vardı, o biznes plan mövzusu. Bəli. Demək olar ki, bazar araşdırması ilə biznes planın elə bir ki, burada bir əlaqəsi də görünür. Mən əgər bir biznes açıramsa, biznes plan qururamsa, bu araşdırmanın nəticələri orada öz əksini tapmalıdır. Əks halda mənim biznes planım mənim xəyallarımdan ibarət olacaq. Ona görə də mən sizin kimi mütəxəssislərə müraciət edirlər ki, o xəyalları reallığa uyğunlaşdırmaq. Məhz o bazar araşdırması xəyalları reallığa gətirib çıxardır. Ki, o gələcək açılacaq biznesin riskini demək olar ki, bəlkə də 50%-dən də artığını biz aradan götürmüş oluruq. Amma siz tövsiyə etdiniz də o yoldaşa ki, dükanın qabağında qal, orada say, izlə. Amma mən açığı inanmıram ki, metodlar tək odur. Sizin başqa metodlarınız da var. Əgər sir deyilsə onları da açardınız. Yəni daha hansı metodlar var? Ümumiyyətlə bu bazar araşdırması ilə bağlı bir step by step deyək də, addım ba addım və yaxudsa bunun icrası ilə bağlı hansı mərhələyə keçmək lazım və ümumiyyətlə hansı metodlar, məlumatların toplama metodları var da, onları siz hansıları tövsiyə edərdiniz? Bəli, mən bilirəm ki, bu sizin həm də bir kommersiya sirri də ola bilər, amma verilişimizin formatı gənclərə, yeni sahibkarlara bir kömək, dəstək olmaqdır. Həm də qoy bilsinlər siz hansı dərinliyə qədər bu məsələdə enə bilirsiniz, hansı dərinliyə qədər düşə bilirsiniz, hansı deməli datalardan istifadə edirsiniz. Əgər varsa belə bir yol xəritəsi və metodlarla bağlı biz tövsiyələrinizi edə bilərsiniz. Sözsüz ki, əlbəttə icrası mən inanmıram. Siz desəz onun nəzəri cəhətdən mən başa düşə bilərəm, amma icrasını əlbəttə ki, mütəxəssislərin an mənim dəstəkləməyimə ehtiyac var. Gəlsinlər, desinlər, təhlil etsinlər, istiqamət etsinlər. Həm də ki, düşünürəm bu araşdırma iki tərəfli prosesdir də. Bu cərrahi əməliyyat deyil ki, pasiyent deməli rahat bir vəziyyət hal alıb biz onu əməliyyat edirik. Bu yəni ki, sahibkarın özü ilə bir interaktiv bir ünsiyyət olmalı. Onu siz yaxşı qeyd elədiniz. Onun strategiyası, hədəfləri ilə bu məsələlər üzləşməlidir. Bu arada zəhmət olmasa metodlar və yanaşmalar və addım-addım hansı işlər görülməlidir? Biraz geniş danışardınız zəhmət olmasa. Əlbəttə, böyük məmnuniyyətlə. İlk növbədə sizin o birinci sualınıza cavab verim ki, bazar araşdırmasının biznes planla bağlılığı. Biz hansısa bir müraciət olanda biznes planın hazırlanması ilə bağlı biz əvvəl soruşuruq ki, sizin bazar haqqında məlumatınız varmı? Bəli. Çünki birinci növbədə biznes planda müəyyən məlumatlar öz əksini tapmalıdır. Ya bu məlumatları sahibkar artıq öyrənib bazarda və o məlumatlar əsasında tutalım xam malın alış qiyməti, satış qiymətləri, rəqiblərin qiymətləri, bazara girmək üçün hansı marketinq büdcəsi xərcləyəcək. Bunlar hamısı biznes planda öz əksini tapır. Amma bu adamın bazar haqqında məlumatı yoxdursa, o biznes planı hazırlamaq mümkün deyil. Yəni havadan götürülən rəqəmlər reallığı əks etdirməyəcək. Ona görə biz deyirik, ya siz özünüz bazar araşdırması edib bizim suallara cavab verəcəksiniz və yaxud da ilk növbədə əvvəl bazar araşdırması edəcəksiniz. Ondan sonra biznes plan edəcəksiniz. Mən öz deməli təcrübəmdən, yəni başıma gələn məsələlərdən misal çəkə bilərəm ki, deməli bir böyük bir şirkət
şirkət qurmaq istəyirdilər, bir sahibkar. Özünün də kifayət qədər vəsaiti var idi və xaricdən vəsait də investor da cəlb eləmək istəyirdi. Və o müraciət eləmişdi ki, deməli o xarici investorla bir yerdə müraciət eləmişdi ki, bizə bir feasibility, bir biznes plan hazırlamaq lazım. Ki mən onda soruşdum ki, sizin bazar haqqında bütün məlumatlarınız varmı ki, burada yəni mənim biznes plana aid verdiyim suallara siz cavab verə biləcəksinizmi? Bunlar bilər ki, nə məlumatlar lazımdır? Mən sualları verəndə biraz düşündülər. Üzr istəyirəm. Düşündülər və dedilər ki, gəlin biz onda bir öz aramızda müzakirə edək, sonra sizə geri dönüş edərik. Bir müddətdən sonra əlaqə saxladılar. Dedilər ki, onda biz əvvəl bazar araşdırması sifariş eləmək istəyirik. Bazar araşdırması bizim tərəfimizdən həyata keçirildi. Geniş bir araşdırma oldu və araşdırmanın nəticələrinin hesabatını onlara verəndə məlum oldu ki, onların istehsal sahəsi ki, qurmaq istəyirdilər. İstehsal edəcəkləri məhsulun Azərbaycanda istehsal gücü, yəni mövcud onların rəqibləri, deməli, istehsal gücünün təqribən 30-40%-də işləyirlər. Yəni kifayət qədər geniş bazarda istehsal gücü var. Sən də gətirib yeni bir zavod qurursan, amma bu mövcudlar heç öz istehsal elədiyi məhsullarını sata bilmirlər. Bəli, bazar Yəni bəli, sənin əlavə istehsal gücünü tutalım ki, indi elə konkret olaraq deyim, bu deməli spirt məhsulundan gedir söhbət, orqanik spirtdən. Biz araşdırma elədik, baxdıq, gördük ki, Azərbaycanda orqanik spirt istehsal eləmə müəssisələrinin gücü elələri var 10% ilə, elələri var 40% ilə, amma 50% keçən yoxdur. Orta hesabla 30% gücü ilə istehsal edirlər. Çünki kifayət qədər xam mal yoxdur, kifayət qədər tələbat yoxdur və s. və s. Ondan sonra onlar heç biznes planı sifariş eləmədilər. Yəni başa düşdülər ki, bu biznesə investisiya qoymaq, girişmək, yəni əlverişli deyil, gəlirli deyil və hətta o xarici investor dedi ki, çox sağ olun tədqiqata görə və bizi istiqamətləndirdi. Siz bizi böyük bir xətadan belə deyək, xilas eləmiş oldunuz. Yəni 30% istifadə edirlər resursları, 70% qurğular boş dayanmadadır. Bəli, tamamilə Yəni doğrudur. bazar yoxdur, yəni misal etsəm, Bazar yoxdur. Bəli, tamamilə doğrudur. Yəni Yəni bu deməli o biznes planla bazar tədqiqatının bağlılığıdır. Yəni birinci növbədə bazarın araşdırması olmalıdır. Orada əldə olunan məlumatlardan artıq biznes plan onu deyir ki, okey, mən hansı istehsal gücünü quracağam, hansı avadanlıqdan istifadə edəcəm, neçə işçim olacaq, harda quracağam istehsalı, xam malı hardan alacağam və s. suallara biznes plan artıq aydınlıq gətirir. Amma bu bazar tədqiqatının məlumatları əldə olunandan sonra. bəli. O ki, qaldı metodologiyalar. Burada bir məsələni birinci qeyd eləmək lazımdır ki, deməli, marketinq məlumatları. Yəni biz bu tədqiqatlar apararkən hər hansısa sahibkarın suallarına cavab verməyə çalışırıq. Və bu suallara cavab vermək üçün biz əvvəl bilməliyik ki, bizə hansı marketinq məlumatları mövcuddur, bunları ayırmalıyıq. Bunlarda deməli marketinq məlumatları əsasən iki növə bölünür. Deməli, ilkin məlumatlar deyirlər, primary research, primary information deyirlər. İkincisi isə təkrar məlumatlar. İlkin məlumatlar o məlumatlardır ki, bu məlumatları yalnız biz apardığımız araşdırma çərçivəsində öyrənəcəyik və o məlumatlar yalnız bizdədir. Amma təkrar məlumatlar o məlumatlardır ki, onlar artıq bazarda mövcuddur. Tutalım statistik məlumatlardır, tutalım hansısa bu sahə üzrə analitik çalışmalar, məqalələr, deməli, açıq mənbələrdən süni intellektin topladığı məlumatlar, bunlar artıq gedir təkrar məlumatlar. Ondan sonra biz deməli
bazar araşdırmaları və marketinq araşdırmalarını deməli iki növə əsasən yenə bölürük. Bunlar kəmiyyət və keyfiyyət araşdırmalarıdır. Kəmiyyət və keyfiyyət araşdırmalarının arasında fərq nədir? Bunların hər birinin özünün alətləri var, yanaşmaları var. Deməli, kəmiyyət araşdırması neçə, nə qədər, neçə dəfə suallarımıza cavab verəcək. Yəni, bu dükanın qabağından keçən 100 müştəridən neçəsi bizim dükana girir? Bu, kəmiyyət araşdırmasının sual, yəni belə deyək də, cavablandırdığı bir sual. Bir də var keyfiyyət araşdırması. Keyfiyyət araşdırmasının da əsas məqsədi nə üçün, nəyə görə sualına cavab verməkdir. Nəyə görə bunu alırlar, bunu alırlar. Nəyə görə qırmızı rəngdə olanı bəyənirlər, ağ rəngdə olanı bəyənmirlər. Yəni, bu da keyfiyyət araşdırmasıdır. Yəni, sadə dildə desək. Və bunların da hamısının istifadə elədiyi, deməli, alətlər var. Tutalım ki, keyfiyyət araşdırmasında daha çox istifadə olunan metodlar, deməli, dərin müsahibələrdir, müşahidə aparılmasıdır, eksperimentlərdir. Yəni, bunlar əsas fokus qruplardır. Bunlar daha çox o keyfiyyət araşdırmasının istifadə elədiyi metodlardır. Kəmiyyət araşdırmasının metodları isə daha çox sorğulardır, testlərdir və müşahidələrdir. Burada da hər ikisində, yəni bəzi metodlar, alətlər hər ikisində istifadə oluna bilir. İri şirkətlər demək olar ki, bizim yəni tanıdığımız bazarda tanınan şirkətlər mütəmadi olaraq bunların bir neçəsindən eyni zamanda istifadə edirlər. Çünki bizə o məlumatlar mütəmadi olaraq lazımdır ki, biz doğru qərarlar verək. İndi yəni sizin növbəti sualda biraz çox danışdım bu sual, çünki dediyim geniş sualdır. Amma vacib sualdır. Yəni doğrudan da vacib. Çox maraqlı, vacib məsələdir bu. Yəni, birincisi onu qeyd eləmək lazımdır ki, apardığınız tədqiqatlar o demək deyil ki, siz 100% düzgün qərar qəbul edəcəksiniz. Amma bu o deməkdir ki, siz ən azından düşünülmüş bir qərar qəbul edəcəksiniz. Düzgün və səhv olmasını misal üçün biz deyə bilərik ki, məsələn, Coca-Cola 85-ci ildə New Coke adlı bir yeni məhsulunu bazara çıxardıb, onu flaqman eləmək istəyirdi. Geniş araşdırmalar aparmışdı, 200 min nəfərdən test keçirmişdi və s. Amma nəticədə yanlış bir qərar verdi. Və öz səhvini yəni, vaxtında anladı və yenidən o klasik Coca-Cola-nı deməli, satışa çıxartdı. Hətta o dərəcəyə gəlmişdi ki, müştəriləri Coca-Cola-nı məhkəməyə vermişdilər. Yəni, bu deməli, tədqiqatların aparılmasının vacibliyini bir daha sübut edir və onlarla belə misallar çəkmək olar ki, hətta iri şirkətlər marketinqə, bazar araşdırmasına, marketinq tədqiqatlarına milyonlarla vəsait xərcləyən şirkətlər də belə hətta burada səhv edə bilirlər. Ona görə çox ehtiyatlı olmaq lazımdır. Burada buyurun. Burada üzr istəyirəm, mənə bura maraqlı gələn odur ki, bax, burada fokus qrup deyirsiniz, sorğu deyirsiniz, deməli, müsahidə. Baxız, burada yəqin ki, kiçik orta biznesin təcrübəsizliyi, bu işdə həm də həvəssizliyi də deyək də, həvəssizlik yaranır. Nəticələri düzgün almayanda artıq bunun işləmədiyini haqqında fikirlər, düşüncələri gəlir. Burada ən böyük problem odur ki, bu sorğu keçirən zaman insanlar nə dərəcədə, əlbəttə bizim ölkədə, bizim biraz qapalıdır da, nə dərəcədə bu bizə səmimi olaraq həqiqəti deyəcəklər. Bax, o məsələdə siz nə tövsiyə edirsiniz? Özünüz hansı metoddan istifadə edirsiniz? Ya bu gərək bu respondentlərin sayı çox olsun, ya ki biz gərək fokus qrupu doğru seçək. Mən iki metod belə görürəm də. İndi siz onun daha detallarını deyə bilərsiniz ki, nə etmək olar ki, burada əldə etdiyimiz məlumatları həqiqətin əks etdirir, etmədiyini rahatlığını ayıra bilək.
Tamamilə doğru qeyd elədiniz. Çox vacib məqamdır. Bizim, yəni o belə deyək, peşəkar sahədə həmişə diskussiya olunan bir mövzudur bu. Deməli, bu da əlbəttə ki, yanaşmanın düzgünlüyündən çox asılıdır. Misal üçün deyək, istənilən adam deyir ki, burada nə var? Mən 15 dənə sualı yaradacağam, anketləri götürəcəm, düşəcəm, soruşacağam və ondan sonra onların əsasında qərar verəcəm ki, bu cəmaatın çoxusu necə dedi, nə dedi və son nəticə nədir? Amma burada belə deyək də, sorğunun keçirilməsində incə məqamlar var. Birincisi sualların qoyuluşu. Sualların qoyuluşunda Açıq, artıq bağlı sual, bəli. tamamilə. Misal üçün bir var ki, mən Fox Group iştirakçısına deyirəm ki, siz bu məhsulu alardınız. O əlbəttə ki, mən bir adam bu məhsul haqqında danışıram, o bilir ki, mən bunu satmaq istəyirəm, onu tələb eləmişəm, xahiş eləmişəm və o təbii ki, deyəcək, hə, alardım, məncə alardım. Amma başqa cür sualı qoymaq olar ki, siz belə bir məhsulu son dəfə nə vaxt almısınız və hansı təəssüratları yaşamısınız orada? Bəlkə deyəcək ki, mən heç vaxt almamışam bundan. İkinci məsələ, hədəf qrupunu, auditoriyanı düzgün seçmək. Bir var ki, mən ümumi əhaliyə aid olan bir məsələ ilə bağlı sorğu keçirirəm. Bir də var ki, ancaq mənim öz biznesimlə bağlı olan məsələyə aid sorğu keçirirəm. Burada bir var fikir, bir var psevdo fikir. Tutalım ki, məsəl üçün deyək, mən bir tikinti şirkətiyəm, yeni yerdə bir yeni bina tikmək istəyirəm və soruşmaq istəyirəm insanlardan ki, onlar bu binada ev alardılar, almazdılar. Və gedirəm, əhalidən sorğu keçirirəm. Amma özüm də bilmirəm ki, sorğuda iştirak edən adamların 50%-i köhnə tikililərdə yaşayanlardır. Yəni onlar təzə tikilidə yaşamamış, heç bir təcrübələri yoxdur və əgər onlara siz bu gün desəniz, soruşsanız ki, yeni tikili yaxşıdır, yoxsa köhnə tikili yaxşıdır? O deyəcək ki, əlbəttə yenisi yaxşıdır. Geniş dəhlizi var, yeni tikilibdir, binanın keyfiyyəti belədir, elədir. Amma sabah o bir adamla rastlaşır, hansı ki yeni tikilidə yaşayır. O deyir ki, qardaş, köçmüşəm mən bu evə, təmir eləyəndə o qədər başıma problemlər. Bizim deyir evdə biz divara bir dənə mıx vura bilmirdik, beton o qədər bərk idi ki, burada bir dənə mıx vurursan divarın yarısı sökülür. Həmin adamdan sabahları sorğu keçirsəniz, o 180 dərəcə əks fikirli olacaq. Yəni onun bərkiməmiş, möhkəmlənməmiş, o psevdo fikir deyirlər də, başqalarının fikrinə əsaslanan bir mövqeyi var. Ona görə hədəf qrupunu düzgün seçmək lazımdır, ikinci məsələ. Sorğu keçirməyin prinsipləri var. Anonimlik, könüllülük, obyektivlik. Bu prinsiplərə əməl olunmursa, sorğunun nəticələri təhrif olunmuş olur. Bəli. Sualların qoyuluşunda biri bir-birini təksib edən və ilk baxışdan təkrarlanmayan, amma peşəkarların gördüyü təkrarlanan suallar var. Və o adamın suallara nə dərəcədə belə deyək, səmimi cavab verib verməməsini də oradan yoxlamaq olur. Yəni burada incəliklər çoxdur. Ona görə də əgər siz sadəcə olaraq özünüz bir 600 nəfərdən, 1000 nəfərdən sorğu keçirmək istəyirsinizsə, orada sizin qarşılaşacağınız məsələlər çoxdur. Amma siz tutalım ki, bir anket sorğusu eləmişsiniz, 5 dənə sual var, çətinlik yoxdur, istəyirsiniz ümumiyyətlə biləsiniz, maraq göstərirlərmi, göstərmirlərmi? Onda nə edə bilərsiniz? Tutalım, indi Google Formslar var, SurveyMonkey var, açıq mənbələrdən istifadə edib, ən azından bir cəhd edib özünüzü yoxlaya bilərsiniz. Amma burada məqsəd məlumat toplamaqdır, amma qərar vermədə çox ehtiyatlı olmaq lazımdır ki, nə dərəcədə mən bu bir nəfərin fikrinə və yaxud da özümün düzgün fokuslanmadığım, hədəf auditoriyasını düzgün seçmədiyim sorğunun nəticələrinə nə dərəcədə əsaslana bilərəm. Üzr istəyirəm. Deməli, başqa məqamda var. Dediyim kimi, o sorğu prosesində
əhalinin sayının müəyyən olunması. Tutalım ki, mən bir məhsulla bağlı sorğu keçirmək istəyirəm. Mən 10 nəfərdən keçirim, kifayət eləyəcək, yoxsa 1000 nəfərdən keçirim? Burada da bu pırkanın seçim metodologiyaları var. O metodologiyalar dediyim kimi yenə də asılıdır ki, siz kimlərdən keçirsiniz. Tutalım ki, əgər siz deyirsiniz ki, 18 yaşından 65 yaşına qədər bütün əhalidə bu bir deməli yanaşmadır. Əgər siz deyirsiniz ki, 18-65 yaşında ancaq avtomobili olanlardan bu tamam başqa yanaşmadır. Deməli və yaxud deyirsiniz ki, həmin adamlar ancaq Volvo avtomobili olanlardan tamam yenə də fokuslanma, deməli dərinləşmə gedir və orada artıq deməli sorğuya cəlb olunmalı olan respondentlərin də sayı da oradan müəyyən olunur. Mən burada iki məsələni gördüm. Ona görə də görünür ki, kiçik orta biznesdə nəyə görə dəbdə deyil bu araşdırmaların aparılması. İki məsələ bu məhdudiyyət yaradan və yaxudsa kiçik orta biznesi bu məsələlərdən uzaqlaşdıran məsələlərdir. Birincisi odur ki, Bəli. biz sorğunun özünün doğru keçirilməsində Hı -hı. problemlərimiz ola bilər. Yəni nəticələrin alınmasında, nəticələrin alınmasında problemimiz ola bilər. Hətta bu məsələ okey olsa da belə, doğru alsa da ikinci problem çıxır ortaya ki, bunu doğru təhlil etmək lazımdır. Tamamilə doğrudur. Ona görə ki, bunun təhlili, bunun analizi, bunun incələnməsi, detallara bölünməsi özü də bir bilik və təcrübə tələb edir, bir yanaşma tələb edir. Buradan da mən görürəm ki, sahibkarlar nəyə görə, bu siz danışdıqca mən bu metod, bu texnologiya, bu yanaşmaların deməli dərinliyi müşahidə edirəm sizin dediklərinizdə və bunları doğrudan da sahibkarların çoxu ələxüstəki təzə başlayanlar bilməyə bilərlər. Və bu birinci mərhələdə əgər keçsə də ikinci mərhələdə təhlil mərhələsində ilişib qalacaqlar və əgər biz doğru nəticə çıxartmadıq araşdırma, tədqiqat nəticəsində əlbəttə ki, bizim qərarlarımız birbaşa bizim addımlarımıza təsir göstərəcək və tamam başqa addımlar görəcəyik. Yəni peşəkar aparsa başqa bir qərara gələcək, başqa addımlar atacaq, qeyri-peşəkar başqa bir nəticə əldə edəcək, tamamilə başqa bir qərarlara gələcək və tamam başqa bir addımlar atacaq. Və ikisi də olacaq bazar araşdırması, amma biri uğurlu, biri uğursuz. Tamamilə doğrudur. Mən düşünürəm ki, peşəkarlara burada müraciət etmək daha doğru yanaşmadır. Ən azından birinci deməli bu işi ilk dəfə görəndə ya da ki daha böyük qlobal bir biznes açmaq istəyirsə və yaxudsa ölkə miqyasında böyük uzun müddətli biznes açmaq istəyirsə, onun bədəli çox ağır olacaq ki, əgər biz sizin o dediyiniz misalda da bazar araşdırması olmadan biznes planının tərtibi. Bəli. Artıq bünövrənin əyri qoyulmasının elə bil ki, açıq-aşkar burada görünür ki, sonraki biznesdə nə qədər sahibkar həvəsli, istəkli, böyük enerji, resurs bura ayırsa da belə o səhvləri heç vaxt düzədə bilməyəcək. Yəni Doğru deyirsiniz. araşdırmasının vacib olduğunu açıq-aşkar görünür. Bəli. Nə tövsiyə edərdim mən kiçik sahibkarlara? Araşdırmanın digər metodları da var. Daha asan metodları var. Aha. Onlardan başlaya bilərlər. Hansında ki, onlar böyük büdcə də lazım deyil. Öz gücləri ilə bunu edə bilərlər. Misal üçün, bazarın monitoringi. Mən gedib rəqiblərin dükanına baxa bilərəm, restoranına baxa bilərəm, satdıqları mala, qiymətlərə baxa bilərəm, düzdürmü? Amma bu sadəcə olaraq beyində toplanmamalıdır da. Özüm üçün qeydləri aparmalıyam. Kimdə nə var, neçəyədir, necə satır, yanında nə verir, hansı xidmətlər göstərir və s. Bunları qeydlər aparıram, sonra otururam təhlil edirəm. Məsəl üçün monitoring. Ondan başqa nə etmək olar? Tövsiyəm nədir? Yeni başlamaq üçün ilkin mərhələdə nə edə bilərlər? Dərin müsahibə dediyimiz. Dərin müsahibə nədir? Həmin sahədə ekspert olan, amma sizə rəqib olmayan, tanışlarla mı, qohumlarla mı, hansısa bir formada əlaqə yaradıb,
ekspertlə dərin müsahibə eləmək. Əvvəlcədən hazırladığın 5-10 sual üzərindən. Və səncə bu bazarda nə yoxdur? Səncə bu nəyə problem yaradır? Səncə əsas problemlər müştərilərdə nədir? Səncə yeni istehsala yer varmı bazarda? Həmin 3-5 ekspertin fikirlərini toplayıb, onları sonra bir təhlil edib bir qərara gəlmək olar. Yəni bunlar artıq peşəkar böyük marketinq və yaxud araşdırma şirkətlərinə ehtiyac olmadan da eləmək olar. Amma daha geniş, daha dərin araşdırmalar üçün siz dediyiniz kimi o zaman artıq deməli bu səhvlərdən sığortalanmaq üçün təbii ki, şirkətlərə müraciət eləsələr, peşəkarlara müraciət eləsələr, misal üçün məlumatların təhlili üçün peşəkar proqramlardan istifadə olunur. Tutalım biz SurveyMonkey-dən istifadə edirik və yaxud da SPSS proqramı var, statistik məlumatların işlənməsi proqramı. Eyni zamanda orada kodlanma var, orada sualların bir-birinin ardıcıllıq məsələsi var, sualların qoyuluşu var. Yəni o zaman dediyim kimi daha geniş araşdırmaya ehtiyac olanda onda peşəkarlara müraciət eləmək məqsədə uyğundur. Amma kiçik araşdırmaları, həcmi böyük olmayan, ilkin mərhələdə büdcə yoxdursa, sahibkarlar onu edə bilərlər. Bəli, düşünürəm indi A/B test haqqında da sahibkarların çoxu məlumatlıdır. A/B test nədir? Yəni iki versiyanı, iki hipotezanı paralel eyni vaxtda müştərilərə çatdırılması ilə bağlı. Onunla bağlı əgər sizin A/B testlərin aparılması ilə bağlı əgər tövsiyələriniz varsa, yəni biz Bəli. klasik bildiyimizdən fərqli, daha praktiki məncə sizdə olmalıdır. Ona görə ki, bunları siz edirsiniz. Mystery shopping dediniz. Yəni o da buna bənzər bir şeydir, amma tamamilə başqa bir istiqamətdədir. Amma bunları Bəli. sahibkarlar hardasa intuitiv olaraq edirlər ki, bəzən biz özümüz gedirik, rəqiblərin məhsullarının istifadəsi kimi özümüzü təqdim edirik. O mystery shopping elə həmin o bir Bəli. məsələdir. Bu A/B testlər necə? Bunlar da bazar araşdırmasına, marketinq araşdırması. Məncə A/B test daha çox marketinq araşdırmasıdır. Tamamilə Çünki doğrudur. məhsul ortada var, onu artıq Bəli. praktiki məsələsini öyrənirik. Tamamilə doğrudur. A/B testlər nədir? Yəni tutalım ki, bir məhsula biz qablaşdırma planlaşdırırıq, fikirləşiriksə, bunu iki versiyada eləmək və onu test eləmək, A və B variantlarını. Hansı daha yaxşı satılır? Misal üçün deyək. Və yaxud da tutalım bir məhsul istehsal etmək istəyirik. Amma burada seçim var iki daddan hansını seçək. Bəli. Burada deməli A/B testlərin aparılması məqsədə uyğundur. Mən elə yeri gəlmişkən yadıma düşən bir misal da çəkim. Deməli Amerikanın bir şirkəti var, adını yadıma düşsə deyəcəm. Barbie kuklalarını istehsal edən hamı tanıyır da yəqin ki. Barbie kuklası deyəndə hamı bilir. Deməli onlar bir Barbie'nin bir oğlan dostunu istehsal edirlər. Adını da Ken qoydular. Ken. Və bunun deməli yaradılmasından əvvəl fokus qruplar edirlər. Uşaqlardan, yəni yaş qruplarına görə Barbie kuklaları da müxtəlif yaş qrupları üçün seçilir də, belə deyək. O yaş qrupunda araşdırma edirlər və uşaqlardan, həmin yaşda olan uşaqlardan bir fokus qrup edirlər, bir neçə fokus qrup edirlər, sorğu keçirirlər və onun əsasında bir ken yaradırlar. Bu yaranan ken çox müasir, qəribə şalvar belə, enli balaqları olan şalvar giyən, buradan zəncir, qulağında sırğa, saçları tam belə deyək də anormal qaydada qırxılmış bir oğlan deməli yaranır və onu da istehsal edib satışa buraxırlar ki, bu da Barbie'nin boyfriend'i kimi olacaq. Amma bu ken satılmır. Çox araşdırma edirlər, sorğudan yenədən müşahidələr aparırlar, yenə sorğu edirlər və sonda nəticə ondan ibarət olur ki, bu kuklaları alan insanları, bu yəni alışın qərarını son nəticədə kim verir? Kim ki onun pulunu ödəyir. Bu pulu ödəyən adamlar da valideynlərdir.
Deməli, o zaman deməli, bu uşaqlarla valideynlərin özləri üçün boyfriend, yəni öz qızları üçün boyfriend anlayışları tamamilə fərqlidir. Valideynlər isə elə bir deməli idealın öz uşaqlarının, öz qızlarının idealı olmasının tamamilə əleyhinə olduqlarına görə onların nadir hallarda olurdu ki, satışlar olurdu. Ona görə onlar nə etdilər? Keni dəyişdilər. Hətta bir müddət belə bir versiyalar oldu ki, onların arası dəydi, Barbie ilə Ken küstü, Barbie Ken özünə yeni öldü. Ahırda da Ken öldü. özünə yeni boyfriend tapdı və sonradan bir neçə ildən sonra strategiyaya baxın və Ken'i yenidən qaytarırlar. Çünki Ken tamamilə yeni obrazda gəlir. Artıq ataların zövqü ilə qaytarırlar. Həm də valideynlərinin zövqünü Bəli. ifadə edən formada gəlir. Yəni bu yenə də bu A/B testlər bizə imkan verir ki, biz səhv məhsuldan belə deyək də bir növ az da olsa sığortalanaq. Yəni tam sığortalanmaq mümkün deyil səhvlərdən, əlbəttə ki. Amma biz A/B testlər eləyirik və soruşuruq ki, bu yaxşıdır, bu yaxşıdır səncə? Əksəriyyət hansına üstünlük verirsə və biz də bütün bazarla işləyiriksə, o əksəriyyətə, amma yenə də alış haqqında qərar verən adam bizim müştərimizdir. Bəli. Tamamilə doğrudur. Bu son zamanlar daha çox düzdür, IT məhsullara aiddir, amma düşünürəm ki, formalaşmış islahatda xırda eksperimentlərin adını da MVP qoymaq olar. Da Bəli. MVP bir anlayışı gəldi. Minimal imkanlı funksionallıq məhsulun hazırlanması. Hı Balaca hı. da istehsal edirlər. Bəli. Minimal imkanlar verilir, amma yenə də burada sizin o bayaq qeyd etdiyiniz məsələ önəmlidir ki, bu MVP'nin özünün də hazırlanmasında bazar araşdırması lazımdır. Tamamilə doğrudur. Bu Ümumiyyətlə, MVP'nin özünün təqdimatı da Fox qrupu doğru olmalıdır. Sən lazım olmayan insanlara A/B testlər eləsən, bəli. MVP'də göstərsən, nəticələr fərqli olacaq. Bu MVP haqqında, yəni siz nə deyə bilərsiniz? Nə qədər səmərəlidir? Məncə çox geniş vüsət alıb, yəni istifadə olunur MVP, minimal imkanlı məhsul ki, onun əsasında Hı o hı. prototip deyək də, biz Sovet vaxtında prototip deyirdilər. Bəli. Bir demo Bəli. versə kimi. MVP haqqında zəhmət olmasa onun da məlumatını verər. Orada müəyyən məqamlar var. Yəni mənim öz şəxsi təcrübəmlə, çünki həmişə burada o MVP dediyiniz kimi özünü doğrultmur. Hı hı. Bəzi hallarda siz artıq məhsulun bilirsiniz ki, ilkin satışa buraxıldığı vaxt, əgər satışa buraxılsınızsa, siz artıq hazır məhsul buraxmalısınız. Hı hı. Hansı ki, bu artıq testləri keçib müəyyən qruplarla. Yəni müştərinin başında biz bərbərliyi öyrənməli deyilik. Biz bunu əvvəlcədən hazırlaşmalıyıq ki, sonradan müştəriyə artıq bizim tədqiqatlarımızın nəticəsində seçdiyimiz məhsulu təqdim edək. Çünki ilkin təəssürat deyilən bir şey var. O ilk təəssürat ki var, o belə bir söz var ki, sizin birinci təəssüratı yaratmaq üçün ikinci şansınız olmayacaq. Və müştəri də əgər birinci dəfədən belə deyək də, biz test elədik, dedik ki, gəl bunu buraxaq görək satanda nətər olur. Müştərilərin artıq fokuslandığı və başa düşdüyü beyinlərində qalan o ilk təəssürat onları sonradan sizin məhsulunuzu almaqdan çəkindirəcək. Ona görə bu testlər, A/B testlər aparılmalıdır həmin o fokus qruplarla bir yerdə. Misal üçün, o Barbie kuklalarını istehsal edən şirkət nə edir? Xüsusi gənc ailələrlə müqavilə bağlayır, onlara müəyyən vəsait ödəyir. Mütəmadi olaraq onlar öz uşaqlarını gətirirlər həmin onların test deməli ofislərinə və valideynlər də müşahidə edə bilir. Onlar həmin yeni yaratdıqları oyuncaqları deməli silsilə, mərhələ uşaqlara verirlər, təqdim edirlər. Misal üçün, bir məhsulun iki rəngini qoyurlar. Uşaq gəlib birinci hansı rəngini götürəcək? Onu müşahidə edirlər. Və yaxud da bir məhsulun iki formasını qoyurlar. Uşaq hansı formanı daha çox oynayır, götürür. Yəni bu müşahidə yolu ilə onlar bu testləri edirlər. Qərarı verəndən sonra artıq onu kütləvi satışa çıxarırlar. Yəni kütləvi satışda bunu test eləmək çox təhlükəlidir.
Bəli. Müştəri rəyi, mənfi rəyi formalaşıb. Bəli, O brendin özünə də, onun imicinə də mənfi təsir bəli. göstərə bilər. Sizin təcrübənizlə, indi çoxlu şirkətlərlə siz çalışmısınız bu bazar araşdırması və marketinq araşdırması istiqamətində. Adlarını deməsəz də, indi belə ötəri də olsa, segment olaraq deyə bilərsiniz də, araşdırmadan bazara gətirilən və yoxsa dünya praktikasında elə bir misal deyə bilərsiniz ki, yəni əyani şəkildə insanlar, bizim izləyicilər anlaya bilsinlər, tez başa düşə bilsinlər ki, araşdırmadan Hı hı. müəssisəyə gətirilmiş. Biri elə bu, siz dediniz bu Bəli. hadisədə, amma sizin praktikanızda özünüzdə də olubmu belə bir hadisə? Ki sonradan sizə müraciət ediblər ki, biz araşdırdıq, səhv nəticə, gəliz bunu korreksiya edək. Gəliz bunu təzədən düzəliş edək. Bəli, elə şirkətlər olubdur. Yəni mən deməli təəssüf ki, neqativ təcrübələrdir və bildiyiniz kimi, əgər bu istehsal sahəsi ilə bağlıdırsa, istehsal haqqında qərar verib istehsala başlayandan sonra araşdırma aparmağın mənası yoxdur. Çünki artıq siz onda bazar tədqiqatı apardınız, gördünüz ki, onun bazarı yoxdur, sizin geriyə yolunuz yoxdur. Siz Qurğular onda alınıb, istehsalat sahəsi qurulub, investisiyanın da 70% çəkilib. Geri yer yoxdur. geriyə yol yoxdur. O artıq çox gecdir. Orada onlar nə ya satırlar, ya çox aqressiv marketinqə üst tuturlar. Misal üçün deyək, indi belə deyək də, təbii ki, heç bir şirkətin adını çəkmək düzgün olmaz. Bəli. Bir sahibkar vaxtilə biz müraciət eləmişdik, biz ona təklif vermişdik bazar araşdırması ilə bağlı. O, deməli, bir sahəni, avtomobil sahəsi ilə bağlı olan geniş bir ərazini ticarət mərkəzinə çevirmək istəyir. Biz ona tədqiqatla bağlı müraciət elədik, təklif verdik. Bizim təklifimizin belə deyək, bahalı olduğunu qeyd elədik və onunla söhbətdən mən belə başa düşdüm ki, artıq insan beynində qərar verib. Beynində qərar verib, okey, orada da milyonlarla investisiyadan söhbət gedirdi, milyonlarla. Və bir neçə müddətdən sonra eşitdik ki, o artıq orada ticarət mərkəzi tikib və işlədikcə o ticarət mərkəzinə insan cəlb eləməkdə problem yaşadı. Birincisi, ticarət mərkəzi əhalinin gür yaşadığı yerlərdən tamamilə uzaq bir yerdə idi. İkincisi, ora gediş-gəliş üçün əlverişli yer deyildi. Üçüncüsü, həmin ərazi artıq insanların beynində avtomobil sahəsi kimi bir ərazi kimi formalaşmışdı. Sonradan o marketinqə nə qədər pul xərclədi, Türkiyədən ən məşhur oxuyanları gətirdi, pulsuz avtobuslar təyin elədi, ora aparsın, gətirsin. Amma o obyekt, deməli, məqsədlərinə nail ola bilmədi. Yəni, oranı ticarət mərkəzi kimi ayağa qaldırıb oradan pul qazana bilmədi. Yəni, negativ təcrübələr var. Başqa bir, tutalım, ümumdünya praktikasından belə bir misal da çəkə bilərəm. Maraqlı, bu da bir nümunədir. Nestle firması Rusiyada araşdırma aparır və bilirsiniz ki, Rusiyada insanlar dondurmanı yay-qış yeyirlər. Deməli, qərara gəlirlər ki, burada dondurma bazarında yer var və bizim də öz dondurmalarımızı burada istehsalımızı qurub sata bilərik. Böyük investisiyalar qoyulur, dondurma istehsalı başlanır və təbii ki, əvvəlcədən aparılan araşdırmalar, böyük məbləğdə pullar xərclənir bu araşdırmalara, qiymət siyasəti, marketinq və s. Və istehsala başlayırlar, amma satışlar istədiyi səviyyəyə gəlib çatmır. Yəni, 5-6 dəfə gözlədiklərindən aşağı səviyyədə gedir. Yenidən araşdırmalar aparırlar, bir neçə şirkətə ayrı-ayrılıqda. Sonda məlum olur ki, səbəb çox sadədir. Rusiyada yaşayan əhali əsas etibarilə hesab edir ki, dünyada ən yaxşı şokolad, ən yaxşı dondurma Rusiyada istehsal olunan dondurma və şokoladdır.
Hı hı. Nestle isə öz məhsullarını özünün ənənəvi brendləri altında satmağa çalışırdı. O brendlər də xarici brend olduğu üçün, xarici ad olduğu üçün ruslar onu almırdı. Hı hı. Onlar nə etdilər? O araşdırmalardan sonra sadəcə olaraq o məhsullarının qablaşdırmasını dəyişdilər, adlarını dəyişdilər. Rusların qulaqlarının öyrəşdiyi adları qoymağa başladılar və ondan sonra satışlar artdı. Yəni bu da Milli bax, xüsusiyyət. bəli, bu da Xüsusiyyət artıq nəzərə almaq lazımdır. mentalitet, mental xüsusiyyətdir. Bəli. Həmin şey Azərbaycanda bizim bir müştərimiz dondurma istehsalçısı var idi. Biz onun üçün layihələr hazırlayırdıq, biznes plan hazırlayırdıq. O zaman mən onların istehsal sahəsinə gedəndə soruşdum ki, nə əcəb siz bəs bu məhsullardan hamısının adını e, əcnəbi dillərdə qoyursunuz da, rus dilində qoyursunuz və s. İngilis dilində qoyursunuz. Bəlkə bəzi məhsullarınızı Azərbaycan dilində də adları qoya bilərsiniz. Hı hı. O dedi ki, bəs siz mənim yaralı yerimə toxundunuz. Hı hı. Deyirəm, nəyə görə? Deyir, mən bu cəhdi, yəni lap təzə başlayanda elədim. Satışlarım hər şey qaydasındaydı. Ən keyfiyyətli məhsullarımdan ikisini, üçünü, yəni o məhsul sırasından adını dəyişib Azərbaycan dilində qoydum. Nağıl, cırtdan, nə bilim, belə adlar. Həmin məhsullar deyir, satılmadı deyir. Həmin məhsulların satışı deyir, birdən-birə 60%, 70% aşağı düşdü. Təzədən qaytardım, dəyişdim adlarını, əvvəlki adları qoydum. Amma məhsulun içində heç bir fərq yoxdur. Satışlar ondan sonra yenə qaldı. Yəni bizdə isə tam əksinə, bizim belə deyək, istehlakçı isə fikirləşir ki, ən dadlı məhsullar bizim yerli məhsullar deyil, gəlmə məhsullardır. Ona görə o yerli adla olanları almırlar. Yəni Evet. burada bu tədqiqatların doğrudan da biznes üçün nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirən nümunələrdir bunlar. Və ona görə də bəzən sahibkar biznesi yaradır, başlayır, uğursuzluğa düçar olur, hamını günahlandırır, son nəticədə ki, bazar belədir, hamı belədir, vergi qoymur işləməyə, o birisidir. Amma özünün o səhv addımlarını və yaxud harda mən səhv eləmişəm deyə onu düşünmür və tədqiqatlar da bunun içində yer alan ən vacib amillərdən biridir. Əla, çox dəyərli insightdır. Həm də ki, buradan görünür ki, fokus qrupu yaş, cins, məşğul olduğu peşə ilə yanaşı, həm də ki, milli Hı hı. və xüsusiyyətləri də mütləq nəzərə almaq lazımdır. Və o hər yerdə də, hər ölkədə eyni deyil. Siz qeyd Tamamilə etdiniz, elədir. bir yerdə milli məhsullara üstünlük verir, milli sözlərə, adlara üstünlük verilir. Digər yerdə isə əksinə xarici məhsul və xidmətlərin daha üstün olması bir təəssüratı var, bir fikirləri var insanlarda. Stereotip də demək olar. Və o satışa sövq edən elementə çevrilir. Belə olar. Bəli. Mən hansı sualları sizə vermədim, hansı sualları versəydim yaxşı olardı və yaxud hansı məsələlər vardı ki, hansı ki toxunmadıq. Əgər belə məsələlər varsa bir Hı onlara hı. toxunsaz yaxşı olardı. Ona görə sizin bu istiqamətdə çox Hı zəngin təcrübəniz var və hı. elə məsələlər var ki, siz onları görə bilirsiniz, ola bilsin mən onları görə bilmirəm. Mən rezümə edəcəm inşallah. Ona görə deyirəm ondan öncə siz elə bir ki son bir fikirlərinizi Hı hı. demək üçün. Misal üçün mən sonda nə tövsiyə edərdim? Birincisi, bazar haqqında məlumat toplamadan yeni biznesə başlamasınlar. Öz gücü ilənmi, əgər bu kiçik biznesdən, orta biznesdən gedirsə, sahibkar bunu öz gücü ilə də eləyə bilər. İkincisi, rezümə eləsək, bir daha qeyd elədim, bəyək ev, torpaq misalında bunu hərbi yanaşmada da demək olar. Tutalım ki, Siz hər bir yanaşmanı xoşlayırsınız. xoşlayıram, bəli. Mən çünki biznesdə bunu dəfələrlə sınamışam. Bəzən görürsünüz ki, ən çətin suallara o hərbi yanaşmadan, hərbi sənətindən daha yaxşı cavab tapmaq olur. Bazar tədqiqatı döyüş zonasını öyrənmək deməkdir, əvvəlcə. Əvvəl biz döyüş zonasını öyrənirik, başa düşürük orada kim var, hansı istehkamlar var, düşmən hardadır,
ərazinin relyefi necədir, keçilməz yerlər varmı, yoxsa yox. Ondan sonra biz marketinq tədqiqatı edirik ki, bura hansı qüvvələrlə, hansı silahdan istifadə edərək və necə hücum eləyəcək strategiya və taktikanı qururuq. Deməli, bazar tədqiqatı əvvəl bazarı öyrənməliyik ki, ümumiyyətlə bəlkə sən bazarı öyrənəndən sonra məlum olacaq ki, sənin ora hücum eləməyə heç qüvvən çatmayacaq və yaxud Döyüşməyə da dəyməz. döyüşməyə dəyməz və yaxud da heç ehtiyac yoxdur. Tutalım, orada tutmalı bir hündürlük yoxdur və yaxud da belə deyək də düşmənə zərbə vuracaq bir şey yox. Bunu qeyd eləmək istəyirdim. İkinci məsələ, indi süni intellekt məsələsi bu saat çox populyardır və bəzən görürsünüz ki, bazar araşdırmasında da süni intellektdən istifadə edirlər. Doğrudan da bəzi məsələlərdə statistik məlumatların işlənməsində və yaxud da məlumatların toplanmasında çox böyük üstünlükləri var. Bu imkanlar yaradıb və artıq dünyada şirkətlərin 50%-nə qədər, yəni marketinq tədqiqatları ilə məşğul olan həm peşəkar şirkətlər, həm böyük şirkətlər, hansı ki özünün tərkibində marketinq şöbələri çox böyükdür, onların 50%-ə qədər süni intellektin imkanlarından istifadə edirlər. Daha bir məlumat üçün deyim ki, ümumiyyətlə dünyada qlobal marketinq tədqiqatları bazarı ildə 150 milyard dollarlıq bir bazardır təqribən. Və bu bazarın təqribən 50%-i Amerikadadır. Yəni o pulun 50%-i Amerikada xərclənir. Azərbaycanla baxanda biz hansı səviyyədəyik? Biz hələ yolun başlanğıcındayıq. Təəssüf ki, bizə müraciət olunan, yəni şirkətlərin, xarici şirkətləri əlbəttə ki, burada qeyd eləmirəm, çünki xarici şirkətlər artıq nə istədiklərini bilirlər və konkret peşəkar texniki tapşırıqlarla müraciət edirlər. Amma kiçik orta sahibkarlıq sahəsində çox tək-tük hallarda olur ki, sahibkar özü doğrudan da bunun əhəmiyyətini, vacibliyini başa düşür və özünün gələcək təhlükələrdən qorumaq üçün ən azından bəzən gəlib bir məsləhət alırlar. Yəni belə də olur ki, məsləhət verirəm, istiqamət verirəm, amma heç real bir iş görmürük. Belə də olur. Bu məsələni yəni qeyd eləmək istəyirdim ki, burada diqqətli olmaq lazımdır. Və bir də süni intellektdən istifadə eləyərkən də bayaqları da qeyd elədiyim kimi çox ehtiyatlı davransınlar ki, onu həmin məlumatları təkrar yoxlamaq, ekspertlərlə həmin o alətlərdən ki, çox vəsait xərcləmədən öz gücü hesabına istifadə edə bilərlər, o tədqiqatları mütləq eləsinlər ki, nə qədər sən məlumatlı olacaqsansa, bir o qədər sən silahlanmış olacaqsan öz biznesində. Yəni dünyada bu prinsip işləyir hər sahədə, marketinq tədqiqatları sahəsində də xüsusilə işləyir. Yəni biznes sahəsində birbaşa özünü doğruldan məsələdir. Çünki belə bir söz də var da, kim məlumatlara sahibdirsə dünyaya da sahib ola bilər. Yəni biznesdə bu %100 belədir. Yəni düzgün məlumatlar əsasında verilən qərarlar daha doğru olur, nəinki yanlış qərarlar, yanlış məlumatlara əsaslanan qərarlar. Əla, təşəkkür edirik sizə İlkin müəllim. Bu dəyərli məlumata və hətta sonda da tövsiyələrə görə sahibkarlara buradan üst tuturuq deyirik ki, bizdə dəbdə olmayan, bizim biznes camiəmizdə elə də tez-tez istifadə olmayan bazar və marketinq tədqiqatları araşdırması mövzusu var. Biz bunu istəsək də, istəməsək də bundan istifadə etmək lazımdır. Bu metodlardan, bu yollardan, bu texnologiyalardan, bu yanaşmalardan. Ən azından bu sizin vaxtınıza, sərmayənizə, reputasiyasına böyük bir müsbət təsir göstərir. Ona görə ki, zaman azdır, biznes nəticələr dərhal verilməlidir. Biznes nəticələr yerində biz almalıyıq. Əgər bunu ala bilmiriksə, biz uzun müddətli vaxt ikisinə, hətta həyatımızın itirilməsinə səbəb olur. Həyatın itirilməsi o demək deyil ki, biz dünyamızı dəyişərik. O mənadadır ki,
həyatımızı daha maraqlı, daha sərfəli, daha səmərəli işlərə yönəldə bilərik. Bu biznes qurulması, yeni məhsulun bazara gətirilməsi bəylə xanımın evlənməsi kimidir. Əgər biz doğru araşdırmasaq, biz əgər yaxşı araşdırmasaq, əgər əlimizdə olan datalar həqiqəti əks etdirməsək, biz bir ömür bizə uyğun olmayan, bizlə taban-tabana zidd olan bir insanla yaşamalı olarıq. Biznesdə məhz belədir. Bəzən sahibkarları görürük ki, xoşlamadığı, bəyənmədiyi, ona e, əsəb və gərginlik gətirən, amma eyni zamanda çox az mənfəət gətirən bir biznesi məcburiyyət yolunda davamlı şəkildə dəstəkləməyə davam edir. Ona görə də araşdırmalar yerində olsa biz bizə uyğun, bizim üçün daha sərfəli, əlverişli bir bizneslə başlamalı olarıq. Ona görə də imkan daxilində, əgər mümkünsə öz vasitələrinizlə, öz imkanlarınızla araşdırmalar aparırız. Əgər çətinlik varsa, İlkin müəllim kimi peşəkarlara müraciət edə bilərsiniz. Ən azından tövsiyələr, konsultasiya ala bilərsiniz. Amma bilməlisiniz ki, siz bunu etməyincə, rəqibləriniz əgər bunu edirsə, onlar sizdən artıq 1-0 öndədirlər. Tamamilə doğrudur. Mümkün olmayan məsələlərin həllinə vaxt sərf etmək qəbaətdir və doğru deyil. Bunu ilk gündən aşkarlayıb və doğru yolla getmək məncə daha səmərəli və əlverişlidir. Bu videoda da əsas məsələlərə toxunuldu, insightlar verildi, tövsiyələr verildi, metodlar və addım-addım hansı işlər görülməlidir verildi. Bundan başlaya bilərsiniz. Ən azından bizim bu video deməli e, formatında hazırlanmış bir necə deyirlər, bir əyani dərslikdən istifadə edə bilərsiniz. Əgər alınsa çox sevinərik ki, bir faydamız dəydi. Əgər çətinlik varsa, istənilən vaxt müraciət edə bilərsiniz. Hətta mən improvizasiya eləmək istəyirəm, İlkin müəllim. Deməli, Buyurun. bir şirkət hansı ki, yaxşı bir komment yazsa, maraqlı bir fikir və insight buradan götürmüş və qeyd etsə, biz İlkin müəllimlə onun bazar araşdırması ilə bağlı planlar hazırlaya bilərik, ona dəstək ola bilərik təmənnasız. Tamamilə razıyam. Yəni maraqlı bir özünün praktikasından кейslə bölüşsə, bir insightla Aha, bölüşsə, biz də onun belə deyək də kənar bir ən azından bazar araşdırmasının bir auditini edə bilərik, bəli, tövsiyələrimizi verə bilərik tam pulsuz. əla, əla. Təşəkkür edirəm İlkin müəllim. İnşallah bizim növbəti görüşlərimiz artıq mütəmadi olacaq. Mövzularımız təqribən bəllidir. Biri müştəri segmentasiyasıdır. Bir də ki, digəri də müştəri etirazları və şikayətləri istiqamətində mövzularımız olacaq. Bizi izləməyə davam edin. Hələlik, sağ olun. Sağ olun.